İran prezidenti Məsud Pezeşkiyan ABŞ ilə razılaşma Tehran tərəfindən rədd ediləcəyi təqdirdə istefa verəcək. Telegraf xəbər verir ki, bu barədə The New York Times İran rəsmilərinə isnadla məlumat yayıb. Rəsmilərin sözlərinə görə İran prezidenti bu şərtini ölkənin ali rəhbəri Müçtəba Xameneyiyə çatdırıb. Məsud Pezeşkiyan Müçtəba Xameneyi ilə görüşündə bildirib ki, ABŞ-ın iqtisadi təzyiqlərinin və dəniz blokadasının davam etməsi ölkəni böhranla üz-üzə qoyur. İran prezidenti ilkin atəşkəs razılaşmasının rədd ediləcəyi təqdirdə istefa verəcəyini də deyib. The New York Times-ın mənbələri əlavə ediblər. Eyni zamanda İran-ABŞ danışıqlarının növbəti raundunun keçiriləcəyi tarix və məkan açıqlanıb. ABŞ və İran arasında danışıqların növbəti mərhələsi iyulun 11-də Pakistanın paytaxtı İslamabad şəhərində keçiriləcək. Bu barədə Əl-Ərəbiyyə mənbələrə isnadla məlumat yayıb. Tərəflər arasında əvvəlki görüş iyulun 1-də Qətərin paytaxtı Dohada keçirilib. Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bundan öncə ölkənin mərhum ali rəhbəri Əli Xameneyinin dəfn mərasimi ilə əlaqədar İrana bir həftəlik möhlət verdiyini açıqlamışdı. İranın ali rəhbəri Müçtəba Xameneyi yaxın ətrafına iyulun 9-da Məşəd şəhərində atası və sələfi Əli Xameneyi üçün planlaşdırılan dəfn mərasimində iştirak etmək və cənazə namazı qılmaq istədiyini bildirib. Telegraf xəbər verir ki, bu barədə The New York Times İran İnqilab Keşikçiləri Korpusunun 2 üzvünə və Əli Xameneyinin dəfn mərasiminin planlaşdırılmasında iştirak edən bir nəfərə isnadla yazıb. Mənbələrin iddiasına görə İranın təhlükəsizlik qurumları hələlik Müçtəba Xameneyinin mərasimdə iştirakına razılıq verməyiblər. O da iddia edilib ki, onlar İsrailin bu mərasimdən onu öldürmək və ya gizləndiyi yeri müəyyənləşdirmək üçün istifadə edə biləcəyindən narahatdırlar.